Hər vaxtınız xeyir olsun dəyərli insanlar. Dünən axşam TikTok sosial şəbəkəsində deputat Ceyhun Məmmədovun canlı yayımını izləyirdim. Hətta özüm də qoşulmaq istəyirdim, öz fikirlərimi bildirmək istəyirdim, amma bu mümkün olmadı. İstədim belə bu vasitə ilə öz fikrimi çatdırım. Demək həmin deputat belə bir fikir ifadə səsləndirdi ki, dini etikadlardan söhbət gedirdi və o qeyd edirdi ki, gənclərimiz də bu dini etikadı qorumalıdır, bunun uğrunda mübarizə aparmalıdır və s. belə bir ifadə işlətdi və mənim ağlıma bir sual gəldi, bir sual yarandı. Hansı gənclərdən söhbət edirik biz? Biz hansı gəncləri nəzərimizdə tuturuq? Azərbaycanda yaşayan gənclərin vəziyyəti hansı səviyyədə? Ondan xəbəriniz var mı ümumiyyətlə? İş tapa bilməyib də məcburiyyətdən ölkədən qaçan gənclərdənmi? İş tapıb da 300-500 manat qazanıb da ailəsini dolandıra bilməyən gənclərdənmi? Təhsil haqqını verə bilməyib də təhsilini yarımçıq qoyan gənclərdənmi? Ailə qurmağa qorxub da ölkədən çıxıb gedən gənclərdənmi söhbət edirik? Biz hansı gənclərdən söhbət edirik? Problemləri yığıb da üst-üstə ölüm səviyyəsinə çatan, intihar edən gənclərdənmi söhbət edirik biz? Yoxsa infarkt keçirib də ürəyi dayanan gənclərdənmi söhbət edirik? Hansı gənclərdən danışırıq biz ümumiyyətlə? Hansı gənclər bu qədər problemlərin içərisində siz dediyiniz məsələni düşünür? Düşünənlər var. Amma siz elə danışırsınız ki, ümumiyyətlə bir şəxsdən getmir. Ümumiyyətlə bizim Milli Məclisdə oturan deputatlar elə bir səviyyədə danışır ki, təkcə deputatlar yoxdur, ümumiyyətlə məmurlar olsun, deputatlar olsun və s. Bu adamlar elə düşünür ki, Azərbaycanda gənclər heç bir problem yaşamır, heç bir sıxıntısı yox, hər şey yaxşı, təhsilini yüksək səviyyədə alır, rahat iş tapır, təhsilinə uyğun, rahat ailəsini dolandırır, rahat firavan yaşayır. Siz ümumiyyətlə Azərbaycan əhalisindən xəbəriniz var? Hörmətli millət vəkilləri, ümumi səsləndirirəm. Təkcə gənclər deməkdə. Xəbəriniz var əhali hansı vəziyyətdədir? Hələ xüsusən də vurğuluyursunuz gənclər. Gənc qalıb Azərbaycanda. Hansına baxırsınız, problem üstə problem, psixoloji sarsıntılar keçirir problemlərlə əlaqəli. Min cür xəstəliklər tapır bu problemlərə görə, işsizliyə görə, sıxıntılara görə. Biraz, çox yox, biraz bu insanları, bu cəmiyyəti, gəncləri ən azından düşünün. Onda çıxış eləyim, mən inanıram ki, o zaman düzgün cümlələr qurub gənclərə xitab eləyə bilərsiniz. Təşəkkür edirəm dinlədiyiniz üçün.